Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunan qiymətləndirmə sistemləri, etimad, şəffaflıq və innovasiya mövzusunda beynəlxalq elmi-praktik konferans işə başlayıb. Konferansda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası, Keniya və müxtəlif beynəlxalq təşkilatlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib. Dövlət İmtahan Mərkəzinin idarə heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, son 10 il ərzində 6 milyondan çox insan imtahan verib. Son 10 il ərzində imtahan zallarından 6 milyondan çox insan keçib. Bu sadəcə statistika deyil. Bütöv bir nəslin bir həyat trayektoriyasıdır. Dövlət İmtahan Mərkəzi artıq universitetə qəbul olmaq üçün sadə seçim mexanizmi olmaqdan kənara çıxdı. Biz ədalət instrukturunun mühüm elementinə çevrilmişik. Daha sonra çıxış edən Elm və Təhsil Naziri Emin Əmrullayev isə qeyd edib ki, Azərbaycanda 30 ildən çoxdur ki, qəbul prosesi şəffaf və məsuliyyətli şəkildə təşkil olunur. Milyonlarla insan bu ədalətli imtahan sistemi sayəsində ali və digər təhsil pillələri üzrə təhsil alıb. Vətəndaşlarımızın böyük əksəriyyəti məhz bu ədalətli imtahanların nəticəsində istər ali təhsil, istər digər təhsil pillələri üzrə təhsil alıb. Bəlli bir qismi dövlət qulluğunda, bəlli bir qismi dövlət qulluğunun xüsusi formalarında hal-hazırda belə deyək, fəaliyyətdədir və məhz Dövlət İmtahan Mərkəzi tərəfindən bilik qiymətləndirilir devizi altında bu ölçmələrin keçirilməsi yalnız belə deyək, informasiyanın toplanılması deyil, amma ayrı-ayrı fərdlərin də həyatını yaxşıya doğru dəyişmək və bəzən köklü olaraq yaxşıya doğru dəyişməyə səbəb olan bir dövlət, belə deyək, qurumudur, dövlət amilidir. Digər konferans iştirakçıları bu cür tədbirlərin təhsilin qiymətləndirilməsi və aktual məsələləri müzakirəsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra Türk Dövlətləri Təşkilatının üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların keçirilməsi sayəsində əməkdaşlığın gücləndirilməsi haqqında niyyət protokolu imzalanıb. Protokol çərçivəsində tərəflər imtahan sistemlərinin rəqəmsal transformasiyası, müasir qiymətləndirmə platformalarının inkişafı sayəsində əməkdaşlıq imkanlarının araşdırılması, test tapşırıqlarının hazırlanması, imtahanların təşkili və nəticələrin qiymətləndirilməsində süni intellekt və digər müasir texnologiyaların tətbiqi də daxil olmaqla innovativ metodologiyalar üzrə əməkdaşlıq edəcəklər. Niyyət protokolu 5 il müddətində qüvvədə qalacaq. Konferans müxtəlif mövzularda panel müzakirələr üzrə işini davam etdirib.